Herkese selamlar kızlar, kanalıma ve yeni vlogumuza çok hoş gelmişsiniz. Saçımı qəşəng belə düzəltmişəm. Ümid edirəm ki, saçım şişməyəcək, yaxşı bir şəkildə qalacaq. Çünki bugün Böyükadaya gedirik. Yəni İstanbul səyahətinin ən belə gözlədiyim hissəsi Böyükada səyahətidir. Gedirik indi sizlə bir yerdə Böyükadaya. İstanbul'un bir sıra adaları var. Turistik, gəzilib görülə biləcəyi, plajından istifadə edə biləcəyimiz adalar Kınalıada, Burqazada, Heybeliada və Böyükadadır. Rəngarəng məhəllələri olan, köşkləri olan, nə bilim, mənə görə ən maraqlı ada, həm də içlərində ən böyüyü elə Böyükadadır. Hava çox isti idi. Yaxşı ki, bu ventilatoru özümlə götürmüşdüm və sizə bir çoxunun demədiyi, hamının qəşəng bir şəkildə paylaşdığı, amma əsl reallıqları mən sizə deyəcəm. Təbii ki, yayda adalar çox qəşəng görünür, amma deyərdim ki, ən gözəl hissəsi onların plajından istifadə etməkdir. Yəni, əgər günəşlənmək üçün gedirsinizsə, plajından istifadə eləyirsinizsə, təbii ki, bu isti hava sizə ləzzət eləyəcək. Amma bu dəfə biz plajdan istifadə etməyə getməmişdik, sırf gəzməyə, görməyə getmişdik. Gəzib görmək üçünsə bu isti sizi biraz yora bilər ki, məni də biraz yordu. Bundan əlavə, qızlar, əgər nə vaxtsa adalara getmək istəsəz, İstanbula yolunuz düşsə, qəti şəkildə həftə sonu adalara getməyi belə düşünməyin. Təsəvvür eləyin ki, biz hələ həftə içi getmişdik. Vapurda artıq yer yox idi. Həftə sonları olan videolara baxmışam. Yəni türklərin özü belə deyir ki, adalara həftə sonu yayda gediləsə deyil. Həftə sonu ona görə getməməlisiniz ki, birincisi dəhşətli dərəcədə adam çox olur. Yəni həftə içi bu qədərdirsə, həftə sonu təsəvvür belə eləmək istəmirəm. İşdi birdən həftə sonu getsəz, 1 saat, heç olmasa yarım saat tez gəlin ki, elə ola bilər ki, vapur dolar və sizi götürməzlər. Deməli qızlar, burada 2 dənə məşhur qazozçu var. Biri Sevda qazozçudur, biri də Büyükada qazozçusu. Biz indi gedirik Sevdaya. Güzeldir. Bunu indidən çəkirəm. Hələ tələsib almayaq, amma bunlar qəşəngdir. Bir neçə yerdən vapurla siz gələ bilərsiniz Böyükadaya. Biz bu dəfə Kabadaşdan gəldik. Qiymət təqribən bizim puldan 6 manat edir. Məsafə isə 2 saat. Çünki Böyükadaya qədər digər adalardan da keçir. Nə bilim, Burqazada, Heybeliada, Kınalıada bunlardan keçir və sərnişinləri düşürdür. Ötən vlogumun altına gələn rəylərdən gördüm ki, maraqlı gəlirsə belə faydalı məlumatlar, ona görə dedim ki, belə məlumatları sizə verim. Biz adaya gələn kimi susuz idik. Ona görə gəldik birinci elə Sevda qazozçuya. Buradan bir dənə qazoz alaq. Şlyapamı da Temu'dan almışam. Necədir qızlar? Ən yapımı 150 TL'dir. Amma belə 100 TL. Susan Bench. Yaban versin. Yaban versin. Hadi bu 902 TL babada. Kızlar yine qəşəngdir. Burada dondurma yerləri çoxdur. Biz dondurmacı Yusufdan aldıq və çox bəyəndim. Maraş dondurması bir möhtəşəm idi. Biz 3 topdan lotus, yaban mərsini, bir də püstəli olanı seçdik. Mən ən bəyəndiyim elə püstəli olan oldu. Qızlar, ən çətin iş maqnit seçməkdir. Adanın içində velosiped də kirayə götürə bilərsiniz, amma eyni zamanda dolmuş da var. Yəni avtobus, onunla da bir yerdən başqa yerə gedə bilərsiniz. Biz də elə avtobusdan istifadə elədik, getdik dağ təpəliyə doğru, daha hündür bir mənzərələri görmək üçün Ayyorgi kilsəsi deyilən bir yer var, o hissəyə. Amma sizə səmimi onu deyim ki, avtobusun qiyməti mənə çox baha gəldi. Maksimum gedə biləcəyiniz yer avtobusun 10 dəqiqəlik məsafədir. Yəni bir yerdən başqa yerə maksimum 10 dəqiqə, amma onunsa qiyməti 142 TL. Bizim də pulundan hardası yenə də 6 manat eləyir. Baxın, indidən deyirəm, gedəcək olanlara bir uyarı olsun. Əgər desələr ki, kartla da ödəyə bilərsiniz, İstanbul kartı ilə də qəti şəkildə kredi kartları ilə siz orada avtobus ödənişini etməyin. Çünki gedən başı, adam başına famillə bir yerə 142 ödədik, yəni 284 TL ödədik. Qaydanda isə fikir vermədik, İstanbul kartında pul qalmamışdı və o təpəlik ərazidə də heç bir yerdə kartın içini doldurmaq üçün o terminal kanallar yox idi. Və Famil də Leo kartdan vurdu. Vuranda adam başı nə qədər çıxsa yaxşıdır,
düz 250 TL. Yəni ki, biz 10 dəqiqəlik yolu avtobusla 500 TL-yə qayıtdıq. O ərazidə elə bir restoranda oturduq. Mənzərəsi çox gözəl idi. Mən də belə ızqara köftə sifariş elədim. Amma qızlar, həqiqətən də bizim ətlərin dadı daha gözəldir, daha dadlıdır. Yeməyin isə bir pors qiyməti 640 TL. O da bizim pulla təqribən 23 manat neçəsə qəpik edir. Bu adada çox gözəl və möhtəşəm köşklər var və dediklərinə görə bir çox köşklər var ki, hansı ki miras qalıb və mirasçılar içərisində bölünə bilmədiyinə görə elə istifadə olunmayaraq elə də qalır. Bəzilərində mövsümlük olaraq kirayə verirlər və bəzilərində də yaşayış var. Biz elə adaya gələn kimi yaxşı ki, saatlara baxdıq ki, adadan çıxış saatları neçədədir. Gördük ki, var 15:45, bir də var 18:40. Yəni ortada 3 saat fərq var. 3 saat boşluq. Biz də həm yeməyimizi yemişdik, həm içmişdik, həm gəzmişdik, artıq yorulmuşduq. Ona görə dedik hələ indidən geri qayıdaq. Maqnitdə son bir dəqiqədə almışıq, təsəvvür eləyin. Geri qaydanda bir mola girdik. Adını indi bilmirəm, amma sonda sizin üçün çəkmişəm. Burada bir fast food yeri var idi, Arby's. Əslində Avropada falan çox məşhurdur, amma Azərbaycanda mən bunu görməmişəm. Gəlsə isə çox sevinərəm, çünki çox bəyəndim. Dadı çox qəşəng idi. Sendviçini daha çox bəyəndim, çünki mənə daha çox fresh gəldi. Çörəyi bir ayrı bir ləzzətli idi. Burgerlər də belə normal orta. Bu şirin çəhrayı çantanın qiyməti bizim pulundan hardasa 14 manat 60 qəpik eləyirdi. Bu sarı çanta isə 18 manat 30 qəpik. Bilmirəm qızlar, mənə nəsə olub. Normalda mən belə çantalar görəndə özümü saxlaya bilmirəm, alıram. Amma bu dəfə, yəni bu şirin şeylərin heç birini almadım. Əslində bilirsiniz nə düşündüm? Belə deyim sizə. Axırıncı dəfə mən 2 dənə çanta almışam Pinduoduo'dan və çox keyfiyyətli, çox qəşəngdilər. Amma halbuki onları hələ mən bir dəfə də olsun istifadə eləməmişəm. Bakıda brownie'nin püstərli növünü heç görməmişdim. Burada isə 20 TL idi. Bizim də pulun hardasa 91 qəpik. Biz peron sonunda duracaktır. Sayın yolcularımız, lütfen... Amma açığını sizə deyim, valla bunu mən heç bəyənmədim. Qızlar, deməli mənim belə bir şəpşürpüm var idi. Bu Bakıdakı Elsi'dən almışdım. Bundakı buradakı Elsi'dən aldım. Yəni 2 dənə şəpşürpüm oldu. İndi sizi hekayəsi mənə çox maraqlı gələn bir yerə aparıram. İstanbulda ümumiyyətlə belə yoxuşlar çoxdur və çıxıb düşmək də asan deyil. Elə bu tərz yoxuşlu yolların birində çox estetik olan bir pilləkənlər var. Sən demə, İstanbulun ən fotogenik pilləkənlərinin arxasında kədərli bir hekayə var imiş. Karaköydə yerləşən bu komanda pilləkənləri varlı bir bankir komanda ailəsi tərəfindən nəvələrinin dik yoxuşu rahat çıxması və yıxılmaması üçün dizayn edilib. Bu pilləkən həmin dövrün ən ağıllı memarlıq həllərindən biri sayılır. Əvvəl İstanbulda yaşayan, lakin illər sonra Parisə köçən bu ailənin son üzvləri 2-ci Dünya müharibəsi zamanı qətlə yetirilir. Bugün həmin nəsildən heç bir fərd belə qalmayıb. Təkcə onlardan yadigar qalan bu komanda pilləkənləridir. İtin yuvasıdır, bax, əzizdir özü adı, bax. Aha, ölüb, ayda, pis oldu. Əvvəl gülürdüm, çünki başa düşmədim. Ancaq oxudum ki, Əziz və arkadaşları yazılıb ön hissəsində. Sonra baxanda gördüm ki, sən demə 2011-2021 yazılıb, sən demə həmin it artıq yoxdur. Burada əslində familə demişəm ki, mən gedirəm, sən də arxamca gəl, məni çək. Amma o da dayanıb yerində. Burada da qızlar əlimlə belə işarə edirəm ki, sən də gəl. Sonra oradan küləyi vurur, şapkamı uçurtmağa çalışır. Yəni güya mən estetik video çəkmək istəyirdim. Heç bir şey də alınmadı.
Yenə də biz gəldik Galata Porta. Çünki bundan öncə 2 dəfə biz axşam gəlmişik və axşam da gəldiyimizə görə bir çox mağazalar bağlı olurdu. Bu dəfə bir mağaza var ki, sırf ona baxmaq üçün mən bu saatda gəldim. O da ki, bu Flying Tiger mağazasıdır. Belə çox estetik, mini-minnoş əşyalar satılır. Əslində mən bura gəlməyimin ən birinci səbəbi blind box idi. Yəni ki, içində bilmirsən nələr var. 250 TL ödəyirsən, amma içindən bir 1000 TL-yə yaxın əşya çıxır. Bilmirəm, ya bu filialında yox idi belə blind boxlar, ya da ki, ümumiyyətlə artıq bunu yığışdırıblar. 20'li yaşlarımdan öncə, yəni 10'lu yaşlarımda bu tərz aksesuar qabları mənə o qədər maraqlı gəlirdi ki, bu mağazanın ən sevdiyim bölmələrindən biri belə fərqli dizaynlı, çox estetik not dəftərlərinin olmasıdır. Bu dəftərləri görəndə ağlıma ancaq bir şey gəldi ki, bu dəftərlərdən qəşəng manifest dəftəri çıxar. Mənim ən sevdiyim bir ifadə var. Fake it till you make it. Yəni bu başlıqlı bir dəftər belə orada gördüm. Galata Portdan çıxdıq. Sonra da Famil dedi ki, Türkiyəyə gəlmişiksə Taksim meydanına getmədən buradan getmək istəmirəm. Nəsə Famil o tərəfləri çox bəyənir. Biz də mindik tramvaya, indi gedirik düz Taksimə. Keçən dəfə uşaqlar üçün hədiyyələr almışdım. Bir dənə qalmışdı bacım qızı. Onun üçün almamışdım. Ona görə də girdik H&M-ə. Onun üçün də çox şirin bir şey tapdım və aldım. Bu İstiqlal AVM çöldən çox belə modern görünür, amma içərisinə girdik ki, bizim metro parka oxşuyur, biraz köhnə idi. Bu qırmızı tramvaylar demək olar ki, İstanbulun simvollarından biridir və hamı bununla şəkil ya da ki, video mütləq şəkildə çəkdirir. Bundan sonraki kadrlarda sizə ümumi olaraq nələr eləmişik İstanbul səyahətində, onları az da olsa göstərəcəm. Çünki İstəmirəm ki, hər kadrı uzun-uzadı danışım və sizi də yorum. Düşünürəm ki, heç nə almasaz belə Kapalı Çarşı və Mısır Çarşısına mütləq etmək lazımdır. Məsələn, Mısır Çarşısında ədviyyatlar, türk lokumu, quru meyvələr, çaylar, qəhvə, təbii məhsullar tapa bilərsiniz. İçəridə mənə görə rəngarəng belə görüntü var deyə burada hətta şəkil və video çəkdirməkdə estetik alınır. Qiymətlərə gələndə isə içəri girən kimi nəsə almağa çalışmayın. Çünki giriş və çıxışda orta hissədə olanlara nisbətən qiymətlər daha baha olur. Ümumilikdə götürəndə isə qiymətlər həqiqətən də ortadan yüksəkdir. Məsələn, biz bir dənə şokoladlı pişmaniyəni burada 200 TL-yə tapdıq. Qalan hər yerdə 250-300 TL idi. Belə bir mısırımızı götürdük. Mısır çarşısından çıxdıq, mısırımızı götürdük. Oradan bir dənə ancaq pişmaniye aldıq. Pişmaniye. Daha sonra Eminönü'ndə belə balıq ekmək yedik. Qiyməti də 330 lira. Simitin qiyməti 25 lira. Dadını isə o qədər də bəyənmədim. Əslində biz Kapalı Çarşıya da getmişdik, amma baxıram ki, orada nə əcəbsə heç bir kadr çəkməmişəm. Deməli, Karaköydə Şemsiyeli sokaq deyilən bir yer var. Nə qədər videoda görmüşdüm ki, mütləq o sokağa gedin. Bir həvəslə gecənin bir yarısı Famili dartmışam orada ki, gedəyim, mən buranı mütləq görməliyəm. Buranı biraz abartdıqlarını düşünürəm. Çünki küçənin çox kiçik bir hissəsinə rəngli belə çətirlər asıblar. Biraz da divar rəngləyiblər, amma qalan hissəsi isə adi elə məhlədir. Nə bilim qızlar, ola bilər ki, bir çoxlar üçün maraqlı gələr, amma mənə nədənsə maraqlı gəlmədi. Heç nə yox, sakitcə durub dənizə baxmaq, oradan-buradan gələn səsləri müşahidə etmək. Həqiqətən düşünürəm ki, bunlar belə insana yaxşı təsir edir. Otağı belə səliqəli qoyub gedən kim var bizdən başqa? Yəni hər bir şey səliqəli şəkildə və biz gedirik. Qaldığımız otelin adı Royal Topxanə idi. Mən buranı həqiqətən də bəyəndim. Həm təmizliyi yaxşı idi, həm də ki, oradakı əməkdaşlar.
Səhər tezdən durmuşuq, həm də ki yol gəlmişik deyə biraz yorğunluq var idi üstümdə, həm də üzümdən də məncə bilinir. Famil deyirdi ki, kaş 2-3 gündə artıq qalardıq, daha yaxşı olardı. Amma mən deyirdim, yox, mənim üçün artıq bəsdir. Azalın verdiyi yeməyi də çəkmişəm, çox dadlı idi. Gələr gəlməz yerli paxlava üçün elə darıxdım. Bir dənə paxlava götürdü, gəldi evə. İndi bundan çay içəcəm. Bir də qızlar aldığım şeylərdən biri Watsons'dan belə 2 dənə pambıq disk almışam makiyaj silmək üçün. Bunu sizə orada göstərməmişdim. Qızlar gəlmişik evə. Eşidirəm ki, yuxarıdakı qonşu təmir eləməyə başlayıb. Təsəvvür edin, otelin çölündə bir təmir, burada bir təmir. Nəsə bu təmir bizi girir. Allah xeyir eləsin. Siz Lunanı görərdiniz. Sadəcə içəri girəndə mən çəkə bilmədim. Bir dənə səs çıxarırdı. Elə bil ki, belə ağlamaq kimi bir səs çıxarırdı da. Keçən vlogda yazıblar ki, bəs Lunanı kimlə qoymusunuz, necə qalıb? Qızlar tək qalmırdı əslində. Dayan bir yerdə sən çəkimdə. Mama gəlirdi bir gündən bir Lunaya baxırdı. Famil çıxıb çölə, onu axtarır. Gəlirdi, gəlir indi, gəlir, narahat olma. Neysə qızlar, o nəyə deyirdim sizə? Mama gəlirdi bir gündən bir, baxırdı buna, suyunu, yeməyini qoyurdu, pəncərəni açırdı, havasını dəyişirdi və bir gündə qalmışdı. Bir gecə 2 gün. Belə yəni Lunanı əslində tək buraxmamışdı. Amma nə qədər də olmasa bizsiz idi də. Çox da mənim vecdəmir əslində. Əsas onun üçün maraqlı olan Famildir. İçəri girəndə ay Allah, Familin qabağına bir yıxılmaq, bir şey eləmək. Heç də nə mənim qabağıma gəldi. Ay qız, sən nələmi? Tətildən sonra ən çətin şey və yorucu şey bu çamadanları boşaltmaq, onların içindəkiləri yumaq, yerləşdirmək və s. Bilirəm qızlar, bu vlog biraz qısa oldu, amma məncə qısa olmasına baxmayaraq maraqlı oldu. Gələn vloglarda sizləri yenə gözləyirəm. Sevgi ilə qalın, hələlik.